Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Şəhərin ən premium binalarından olan Koroğlu Rezidensiyadan salamlayırıq sizi və bu 18 mərtəbəli premium binanın 7-ci mərtəbəsində 67 kvadrat ölçülü sənədi çıxarışı olan bir otaqdan 2 otağa ideal düzəldilmiş, tam əşyalı və texnikalı bir mənzil təqdim edəcəm sizə. Kifayət qədər bu binaya uyğun və ərazi dəyərinə uyğun real bazar qiyməti təyin edilmiş bir mənzildir. Ümumi yerləşməni izah edeyim sizə. Giriş qapımız, giriş qapısından girdikdən sonra sağ istiqamətdə belə bir alt hissələr ayaqqabılıq, üst hissələr isə suvenirlik olan güzgülü və şüşəli qapılarla əla bir dekorativ mebel yığılıb. Burada mənzilin sanuzeli yerləşir, burada yataq otağı yerləşir, daha sonra qonaq otağı qarşılayacaq bizi. Burada isə 2 otağa düzəlmə məhz mətbəxin xol hissədə belə şüşə ara kəsmə ilə ayrılması ilə əldə edilib. Bir daha qeyd edirəm, tam əşyalı və texnikalı təklif edilir mənzil. Qonaq otağından başlayıram. Gördüyünüz bütün əşya və mebellər qiymətə daxildir və hamısı da alqı-satqıdan sonra mənzildə saxlanılacaq. TV-yə qədər, 2 ədəd kondisionerə qədər tam texnika yerləşimi həyata keçirilmiş bir mənzildir. Qonaq otağının genişliyini görürsünüz. Rahat və geniş bir qonaq otağıdır. Hündürlüyündən də şahid olursunuz mənzilin. Premium bir binadır və standartlardan hündür bir mənzildir gördüyünüz bu mənzil. Mənzildə bir balkon var. O balkona həm qonaq otağından, həm də yataq otağından daxil ola bilirsiniz. Texniki balkonda həm də kombi sistemi, kollektor sistemi və qaz sayğacı burada yerləşdirilib. Həyətyanı sahəsində təqdim edeyim sizə. Yeraltı 2 mərtəbə avtoparkingi və premium bir bina olduğu videodan rahat görürsünüz yəqin ki. İndi isə davam eləyək, digər otaqları da təqdim edeyim sizə. Yataq otağına keçməzdən öncə mətbəxini göstərim. İkili açılan qapı ilə əhatələnib, mətbəx xol hissədən ayrılıb və tam boyda ölçüyə yaxın bir mətbəx mebeli yığılıb. 3 mərtəbəli bir mətbəx mebeli, akril panellərdən istifadə edilib, üzəri süni mərmərlə işlənib və kifayət qədər rahat hərəkət etmə imkanı olan bir mətbəx görürsünüz hal-hazırda. Və paltaryan yerləşimi, soyuducu yerləşiminə qədər nəzərə alınıb və həyata keçirilib. İndi isə yataq otağını təqdim edeyim. Döşəmə əla növ türk istehsalı laminatdır. Qonaq otağında da, yataq otağında da vitraj pəncərələrdir gördüyünüz kimi. Və yataq otağında da tam əşya yerləşimi həyata keçirilib. Yenə burada da TV və kondisioner quraşımını görürsünüz. Böyük ölçülü bir yataq dəsti və belə bir böyük ölçülü də qardirob mebeli quraşdırılmış vəziyyətdədir. Mənzildə demək olar ki, yaşayış olmayıb. Üst-üstə heç 2-3 həftə belə mənzildə yaşayış olmayıb. Çox az yaşanılıb mənzildə. Və sanuzelini də təqdim edeyim. Girişdə sağda belə bir 60-lıq modadır. Rahat hərəkət etmə imkanı qalan bir sanuzeldir. Unitaz yerləşimi bu hissədə həyata keçirilib və belə bir geniş duş kabin hissə ayrılıb. Əla teksturalı qranitlərdən istifadə olunub. Belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Koroğlu Parkının yanında şəhərin mərkəz istiqaməti Gənclik metrosuna yaxındır bu ərazi, bilənlər bilir. Koroğlu Parkının düz yanı, Vaqif prospektinin kənarı, Azadlıq prospekti ilə Vaqif prospektinin kəsişməsində premium bina olan Koroğlu Rezidensiya 7-ci mərtəbədə 67 kvadrat ölçülü sənədi çıxarışı olan bir mənzil təqdim edirdik sizə. Mənzilimizə start olaraq təyin edilən tam əşyalı və texnikalı qiymət 322 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, şəkərlər.